Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Lənkəran su meliorasiya sisteminin istismarı rayon ərazisində mövcud olan əkin sahələrinin suvarılmasını mütəşəkkil aparmaq üçün meliorativ tədbirləri davam etdirir. Belə ki, idarə ilin əvvəlindən etibarən suvarma kanallarında 65 km uzunluğunda, yəni 176 min kubmetr həcmində lildən təmizlənmə işləri və 97 min kubmetr həcmində torpaq hamarlama işləri aparıb. Bununla da su itkisinin qarşısı alınıb, suyun maneəsiz axını təmin olunub. Kollektorlarda isə qurunt suların kənarlaşdırılması üçün 26 km uzunluğunda 78 min kubmetr həcmində lildən təmizləmə və 39 min kubmetr həcmində torpaq hamarlama işləri həyata keçirilib. Hər il olduğu kimi bu ildə beton üzlülü magistral kanalda, hidrotexnik qurğularda və qapalı şəbəkədə əsaslı təmin işləri görülmüşdür. Daşqın və sel sularına qarşı mübarizə tədbirləri ilə əlaqədar rayon ərazisindən keçən çaylarda 5 km uzunluğunda hissədə 44,5 min kubmetr həcmində məcra təmizləməsi və 104 min kubmetr həcmində mühafizə bəndinin bərkidilməsi işləri görülüb. İdarənin inzibati binası və Xanbulan su anbarı ərazisində təmir, bərpa və abadlıq işləri aparılıb. Suvarma mövsümü cari ildə uğurla başa çatıb və su istifadəçilərinə 38 milyon kubmetr suvarma suyu verilib. Suvarma məqsədi ilə sahələrdə və çaylarda qurulmuş müvəqqəti bəndlər açılaraq suyun sərbəst axıdılması təmin olunub. Lənkəranda son illər çayçılıq və çəltikçiliyə maraq xüsusilə artıb. Biz 220 hektar çəltik əkirik. Bizim çəltiyimiz, yəni Allah bərəkət yaxşıdır, püstür, dolanışığımız onunlandır. Hər ildə o çəltikçiliklə məşğuluq. Uzun müddəti bu sahanı deməli başlanğıcından burada işləyirik. Çay sahəsinin deməli əkməyindən başı ta indiyə qədər. Göz qabağında da gözəl sahamız da. Qeyd edək ki, Lənkəran su meliorasiya sistemlərinin istismarı idarəsinin içməli su xidməti göstərdiyi əhali abonentlərinin sayı 17.755. Hesabat dövründə ümumilikdə 14.291 ədəd iş əmri icra olunub. Əhaliyə verilən içməli suda fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ olaraq aradan qaldırılıb.